Dəniz elektrik stansiyasının iş prinsipi. 18 generator, ümumi gücü 2,5 megawattdan çox olmaqla metal platformaya bərk edilib. Kiçik dalğa və ya dəniz çalxalanması suyun qaldırıcı qüvvəsi ilə 6-8 kubmetr həcmində plastik hava kənləri yuxarı qaldırır. Bu 6 tondan çox qaldırıcı qüvvə yaradır. Plastik hava kəni yuxarı doğru hərəkət edən zaman ventil val generatorun giriş qaykasına daxil olur və beləliklə generatorun korpusunu fırladır. Ventil val hava kəni ilə ötürücü müft vasitəsilə bərk edilib. Müft val giriş qaykasına daxil olduqda onun fırlanmasını blok edir ki, generator lazımi istiqamətdə fırlansın. Val giriş qaykasından çıxdıqda isə əks istiqamətdə sərbəst fırlanır. Bu proses generatorun üst hissəsində də eyni əks olaraq təcəssüm edir. Nəticədə hava kəninin qalxması və enməsi zamanı generatorun davamlı fırlanması təmin olunur. Bir belə elektrik stansiya 500-dən artıq mənzili elektrik enerjisi ilə davamlı təmin edə bilər.